Əgər bunu başa düşmürsünüzsə də yalandan Rottweileri alıb qapıya qoymağın heç bir mənası yoxdur. Rottweileri yaxından tanımayan insanlar Rottweileri aqressiv it kimi qələmə verir. Bu ondan irəli gəlir ki, həmin insanlar aqressivliyin tam olaraq nə olduğunu və Rottweilerin necə bir it olduğunu bilmir. Aqressiyanın müxtəlif növləri var. Yəni heyvan davranışları elmində müxtəlif növlərə ayrılır. Misal üçün, müdafiə aqressiyası. Heyvan ya özünü, ya sahibini, ya da ki, öz balasını qorumaq üçün aqressivlik göstərir. Territorial aqressiya var. Yəni ki, it öz ərazisini qorumaq üçün yaranan aqressiya. Bundan əlavə, ovçuluq aqressiyası var. Vəhşi heyvanları ovlamaq üçün yetişdirilən itlər var. Belə bir aqressiya göstərən itlər var. Dominant aqressiya var. Yəni ki, it öz liderliyini bildirmək üçün yaranan aqressiyadır. İnsanlar görürəm, deyirlər ki, Rottweilerin yaxşı görünüşü var, xoşuma gəlir, amma mən onu alım, gətirim insanlara dəyməsin. Bunu necə etmək olar? Əgər sizə oyuncaq it lazımdırsa da, gedin Pekines alın, Pomerian alın. İri it istəyirsinizsə də, insanlara hücum etməyən Labrador alın, Golden Retriever alın. Yadda saxlamaq lazımdır ki, Rottweiler necə bir itdir, nə üçün yetişdirilib? Rottweiler sahibini, ərazisini qorumaq üçün yetişdirilmiş və sahibinə xidmət etmək üçün yetişdirilmiş bir itdir. Bunu başa düşmək lazımdır. Əgər bunu başa düşmürsünüzsə də yalandan Rottweileri alıb qapıya qoymağın heç bir mənası yoxdur. Rottweilerdən ləzzət almaq üçün Rottweilerin xarakterini bilmək və bunu qəbul etmək lazımdır.